dəyərli bioloqlar, MİQ, sertifikasiya və təkrar sertifikasiya imtahanına hazırlaşmaq istəyən müdavimlər. Baxın, mən hala bir yarım saat olar bitirdim dərsi və boğmayaqlardan cücülər sinifini soruşdum. Baxın, izahları öncədən atıran video halında izahlar olur. Elə mənim video izahlarıma qulaq asıb, həmin izahlar səsi iş görə evdə dinləsəz bəsdir, heç oxumağa gərək olmur. İndi bəzi bilirəm, mənə deyirlər ki, bəzi qruplarda PDF-lər atırlar ağır-ağır, onları çıxarmaq problem olur, ya çıxardıb oxuya bilmirim. Buna nə gərək var? Elə vəsait var da, indi adlarını çəkmirəm, amma satışda vəsaitlər var ki, həmin vəsait oldu. Dərslikdə də hansı yer vacib düşür, hansı oradakı qeydlər lazımdır etmək vəsaitin üzərində. Onları mən sizə deyirəm, yəni video izahlarından göndərirəm. Yetərli olur. Deməli, dərs prosesində mövzunu soruşuram. Elə nöqtə qalmır ki, soruşmayam və sınaq işləyirik. Sınaqlarımız bölmə sınaqları da olur, ümumi sınaqlar da olur. Ən azı 40, 50, 60 sınaq olur. İndi daha qoçaq olsalar daha çox sınaq işlətmək olur, amma 60-dan artıq zaman yetərli olmur da. Ən az 40-45 sınaq işləyirik dərslərdə, ən az. Və mən bilirəm ki, hansı müəllim nəyi yazdı, nəyi yaza bilmədi. Qoşulmaq istəsəz, qeyd edəcəyim nömrə ilə əlaqə saxlamanız yetərlidir. İndi yazı soruşdunuz deyə valla çəkdim bu videonu. Özüm də üzrlü hesab edin, bir qədər yorğunam, dəyərlərim mənim. Belə.